Hamiləlik dövründə meyvə şirələri içilməsi faydalıdır yoxsa zərərlidir? Uşağınıza bol-bol vitaminlər getsin istəyirsiniz. Bunun üçün 1 stəkan yerkökü şirəsi, 1 stəkan çuğundur şirəsi çəkərək içirsiniz, amma bu heç də faydalı deyil. Meyvə şirələri əksinə sizə zərər vurur. Meyvə şirəsinin tərkibində fruktoza çoxdur, çox aşırı miqdardadır və qan şəkərinizin birdən-birə yüksəlməsinə səbəb olur. Liflər az olduğu üçün yenə də həmin şəkər bağırsaqlardan çox sürətlə sorulur və üstəlik meyvə lifləri olmadığı üçün zaten hamilə qadınların əziyyət çəkdiyi qəbzlik problemi bir də artmış olur. Bağırsaqlarda selluloza miqdarı azalır və həddindən artıq turş meyvə şirələrinin çox içilməsi, mütəmadi içilməsi yenə də hamilələri tez-tez narahat edən mədə göynəməsi, qıcqırma kimi problemləri artıra bilir və hətta mədə divarlarını da zədələyə bilir. Meyvənin özünü yesəniz daha çox fayda almış olacaqsınız. Amma ürəyiniz meyvə şirəsini çox istəyirsə, o zaman heç olmasa az miqdarda və su ilə durulaşdıraraq qəbul edə bilərsiniz. Arada sırada.